Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Çox qəşəng bir həyətdəyəm, çox gözəl bir həyətdəyəm. Allah bu evi tikənə can sağlığı versin, alana Allah xeyir versin. Kim yaşayacaqsa canı sağlam olsun hər zaman. Mən hal-hazırda Şuvalanda, Şuvalan yolu Alması İldırım küçəsi ilə Mir Mövsüm Ağa ziyarətgahına yaxın yeni bir Bravo supermarket açılıb. Allah xeyir versin ona da. O Bravo supermarketlə üzbəüz 600 metrdə, yox 500 metrlik bir məsafədə 5 sotun içərisində inşa olmuş bu 2 mərtəbəli evi təqdim edəcəm sizə. 4 otaqlıdır. Yuxarıda bütöv olaraq eyvandır. Həm mərkəzdən eyvana çıxmaq olur, həm bu yataqdan, həm də bu yataqdan. 3 dənə yataq otağı var 2-ci mərtəbədə. Bura qonaq otağıdır. Bu hissə isə, hovuza baxan hissə isə mətbəx otağıdır. Sanitar qovşağı da yerləşir orada. 1-ci mərtəbədə. Həyətdə olan bu şərait, işıqlandırma, yaşıllıq zonası, landşaft, sol hissədə 3 metrənin 8 metrəyə olan filtrli hovuz, dəvəboynu şəlaləsi, torpaq da evdə kupçadır, çıxarışdır əzizlərim. Qiymət startdır, başlanğıc qiymətdir. Qiyməti sizdən çox xahiş edirəm. Dəqiq bilmirəm deyənə, əslində yazmışlar, dəqiq bilmirəm, amma altından Elvin yazacaq. Bəli, açıqlama hissəsində Elvin yazacaq. Mən indi ev sahibinə öyrənəcəm, sizə məlumat verəcəm Elvinə. Elvin yazacaq inşallah. Kupçalıdır. Bura söhbətgahdır. Söhbətgahın daxilində gördüyümüz kimi manqal inşa olunub. Döşəmə isti döşəmədir, dolablardır, su hövzəsidir, qaz sobasıdır. Bu cam balkon burada bağlanır, burada bağlanır. Açıq sürtmə cam balkondan təmir olunub. Hovuzun yanında dəvəboynu şəlaləsi, evin texniki otağı və həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı evin bu hissəsində, yan hissəsində, arxa hissəsində inşa olunub. Əzizlərim, ev çox xoşuma gəldi, çox gözəldir, gözəl bir dizayna malikdir. Yağış yağır Elvin, yağır. İnşallah keçək evin daxilinə, evin içərisi ilə də, daxili ilə də sizləri tanış eləyək. Buyurun. Evin ümumi giriş hissəsidir. Bura pilləkən qəfəsidir, hansı ki 2-ci mərtəbəyə qalxmaq üçün. Geniş, burada belə bir dolab yığmaq olar, ora xəttlər çəkilib, kamera xəttləri hamısı oradadır, mərkəzi. Sanitar qovşağı. Birinci mərtəbədə, dəhlizdə bütöv olaraq belə dolablar yığılıb, başdan başa tavana qədər. Burada mətbəx otağıdır. Mətbəx otağı həyətə baxır, söhbətgaha, hovuza, qapısı və pəncərəsi birlikdə ciftli işləyir. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Ümumi 2 mərtəbə, ikisi birlikdə 190 kvadratdır. Bura qonaq otağıdır. Geniş, böyük bir qonaq otağı var. Evin arxa hissəsidir, əzizlərim. Gəl, buradan göstər Elvin. Evin texniki otağı. Bura arxa hissəsi texniki otağıdır. Ön hissəsi isə sanitar qovşağıdır həyət üçün. İndi isə qalxaq 2-ci mərtəbəyə. Buyur, gəl. İkinci mərtəbə arakəsmə monolit betondur. Beton rigellərlə inşa olunub. Evin bütün sıfırdan tikintisi, hamısı çəkilişləri var. Birinci yataq otağı. İkinci yataq otağı. Həyətdə dediyim kimi eyvan var qarşısında bütöv olaraq. Mən çıxacam o tərəfdən. Of, gəl göstərim də buradan. Eyvan. 2 dənə qapısı var. Yəni pəncərə kimi də istifadə olunub. Ciftlidir hamısı.
O eyvana mərkəzdən də çıxmaq olur, dəhlizdən. Buradan. Ay yox, səhv. Oradan gəlmək olur. Üçüncü yataq otağı. Sən çıxma, Elvin, mən çıxmayacağım. Eyvanı göstərim. Eyvana baxın, bax, buradan düz bura qədər gedib gəlmək olur. Bir də ki, buradan bu tərəfə. Bütün qonşular yaşayır, maşallah. Ətrafda gözəl evlər var. Allah hər kəsin özünə qismət eləsin, villasını, evin. Və yataq otağın daxilində qardirob yığmaq üçün bir otaq ayrılıb burada. Qardirob yığılmayıb, düz buradan bura qədər qardirob yığmaq olar. Daxilində sanitar qovşağı var. Əzizlərim, təşəkkür edirəm sizə. Biz izlədiyi üçün izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.